Ortalama olarak insan beyninin çəkisi kilo yarımdır və beynimizdə 86 milyarddan çox neyron var və bu neyronların hər biri özü kimi 10 min dənə üzvü ilə əlaqə yaradır. Beynə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 270 kilometrə bərabərdir. Belə bir sürətlə çalışan beynimizin daha bir möcüzəsi isə onun zamanı yavaşlatmasıdır. Məsələn, əgər siz nədənsə və ya kimdənsə qaçırsınızsa, beyin fərqli işləyir. Beyin, böyrəküstü vəzilərin beyin qatının hormonu olan adrenalinin ifraz olunmasını təşkil edir. Adrenalin latıncadan ad yanında renalis böyrək sözlərindən əmələ gəlir. Ürək tez-tez döyünməyə başlayır. Qan həmin an xilas olmaq üçün lazım olmayan hissələrə oksigen aparmağı dayandırır. Məsələn, həzm sisteminə. Qan əsasən əzələlərdə dövr edərək oksigeni ora daşıyır. Beyin tam gücü ilə işləyir və artıq zaman darlığı əmələ gəlibsə, beyin fərqli işləməyə başlayır və vaxtı yavaşladır. Yəni insan bir saniyədə 30 kadr görürsə, beyin bunu 60-a qaldırır. Fantastika dediyimiz bu olmalıdır. Ancaq təkcə bununla bitmir. Beynimiz həm də bizim şəxsi həkimimizdir. Biz bunu bilməsək də. Beynin hind qozu boyda olan bir hissəsi bizə aclıqdan və ya bədəndə çatışmayan vitaminlərdən xəbər verir. Biz acıq. Nə isə yemək istəyirik, nə isə yox. Mən alma istəyirəm deyəndə bunu bizə beynin həmin hissəsi dedirdir. Beyin bədəni analiz edərək bədəndə hansı vitaminin çatışmadığını təyin etməklə bizə həmin vitamini qəbul etməyimizi əmr edir. Məsələn, əgər siz okeanda bir qayıqda qalmısınızsa və yeyə biləcəyiniz yalnız balıqdırsa, siz balığın yeməli hissələrini yeyəcəksiniz. Balığın mədəsini, dərisini və ya digər yemək olmaz dediyiniz hissələrini yeməyəcəksiniz. Ancaq sizin bədəninizdə çatışmayan vitaminlər məhz həmin hissələrdədirsə, beyniniz sizə aldanacaq. Yəni, digər hissələri yeyib doymuş olsanız da, sizə elə gələcək ki, siz açsınız və yemərəm dediyiniz hissələri yeməyə başlayacaqsınız. Beləcə, bədənə lazım olan vitaminləri beyin təmin edəcək. Ona görə də uşağınız hər hansı bir yeməyə yemək istəmədikdə onu məcbur etmək düzgün deyil. Onsuz da beyin bədəni acılıqdan ölməyə qoymayacaq. Hətta sizin xoşunuza gəlməyən hər hansı bir qida sizə faydalıdırsa, beyniniz sizi məcbur edəcək ki, onu yeyəsiniz. Qırmızı acı biberi yemək elə də həzz verici proses deyil. Ancaq insanlar onu sevə bilir. Çünki bu biberdə portağaldan 4 dəfə artıq C vitamini var. Əgər bədəndə C vitamini azdırsa, beyin sizə onu yedirəcək. Biberi dişlədiyiniz anda beyinə acılıq siqnalı gedir və beyin endorfin ifraz etməyə başlayır. Yəni, ilk sınaqda acılığa dözsəz, sonra onu yemək sizə həzz verəcək. Soğan və sarımsaq kimi. Bəs əgər yemək yoxdursa, beyin bu vəziyyətdə də çıxış yolu tapır. Bir neçə gün yemək yemədikdə beyin bütün orqanların fəaliyyətini yavaşladır. Enerji sərfiyyatı az olsun.